Hər kəsə salamlar. Bu günləri mən sizə OTK suallarından birinin izahını verəcəm. Sualımıza baxaq. 57-ci sual deyir ki, uyğunluğu müəyyən edin. Soyuq müharibə dövrü. Baxın, bu suallarda ilk öncə həmin dövrün neçənci illər arasında olduğunu qeyd edirik. Soyuq müharibə başlamışdı 1946-da, davam eləmişdi 1991-ci ilə kimi. Birinci deyir ki, Türkiyə Respublikası, ikinci deyir ki, Böyük Britaniya. A'ya baxaq. Truman doktrinası əsasında hərbi yardım alması. Bu Türkiyəyə aiddir. Türkiyəyə ABŞ Truman doktrinasına əsasən hərbi yardım göstərmişdi və bu hadisə 1947-də baş verdiyinə görə uyğun gəlir. Sonra deyir ki, B variantında Brexit planının irəli sürülməsi. Brexit planı 2020-ci ilə aiddir və Brexit planını deməli Böyük Britaniya irəli sürüb. Brexit planına əsasən Avropa İqtisadi Birliyindən çıxıb. Halbuki bizə təqdim olunan dövr aralığına düşmədiyinə görə biz B-ni götürə bilmərik. Baxaq C-yə. Falkland adaları sahiblik uğrunda mübarizə aparması. Bu aiddir Böyük Britaniya. 1980-ci ildə, 1980-ci illərdə mübarizə aparırdılar və 1982-ci ildə Falkland böhranı baş verir. Yəni 2-yə C aid olacaq. D-yə baxaq. Yunanistanın Enosis siyasətinə qarşı Kipr adasına qoşun çıxarması. Bu aiddir Türkiyə Respublikasına 1974-cü ildə Kiprə qoşun çıxarmışdı. E-yə baxaq. Montre konfransında boğazlara dair üstünlük qazanması. Baxın, bu konfrans baş verir 1936-cı ildə və həmin bizə təqdim olunan dövrə yenidə düşmür. Ona görə E-ni də götürə bilmərik. İndi gəlin variantlarımızı qeyd edək. Deməli, 1-ə A, 1-də D variantı. Böyük Britaniyaya aid olan isə sadəcə Falkland böhranı 1982-ci ilə düşdüyünə görə, yəni 1980-ci illərə düşür və həmin dövrə uyğun gəlir. Ona görə də olacaq 2-də cavabımız C variantı. Belə, ümid edirəm ki, sizlər üçün faydalı video oldu. Əgər bəyəndinizsə izahımızı, kanala abunə olmağı, bəyənməyi unutmayın. Sağ olun.